3, 2, 1. Salam. Bugün ayın 29'udur. İkinci gündəyik. Oyanmışıq. Süfrəmiz hazır. Yemək yeyəcəyik. Məndən necə bugün dolu-dolucu bir gün olacaq. Yani ümitlerim o yöndedir. İnşallah olar. Hələ ki saat 11-dir səhv eləmirəmsə. Biz daha 11-də durmuşuq. 12-dir yeməyə falan hazırlayım. İndi yeyib hazırlaşıb çıxacağıq. Bazara gedəcəyik birinci. Biraz alışveriş falan ehtiyacım olan bir şey var. Sonra Allah kərimdir. O hissələri güncəlləyəcəyik. Çünki özümüz də tam dəqiq nəyi nə vaxt eləyəcəyimizi bilmədiyimiz üçün heç bir şey... Akşam biraz karışık olacak. Ben bilmem sadece. İnşallah ki yaxşı olacaq. Biz gedək yeməyimizi yeyək. Sonrasını məlumatlandırma keçək. Bye bye. Mədinə bizə qəhvə eləyib. Türk kahvesi içeceğiz. Sonra da fal baxacaq. Bəli. Saat. Saat. Yok. 13:27. 13:27 saat. 2'nin yarısı. Biz Hazırlaşıq 2'den böyük meydan çıxarıq. Eğer satırabilsək. makyaj eləyəcəyik indi. Mənim makyajdan başım çıxmadığı üçün Mənim. başlayaq. Önləndirici ilk öncə sürtürürsən sürt. Yox, sən artıq bir... Ama güzel. Aynen. Aman. Kolay. Bırıl bağladık. Bir daha kullanacak arkadaşlar. Bir de Frudia'nın güneş kremi kullanacağız. Abart. Burada yüzü eksiği var. Yüzü göstermem yok. Verdik farklı. Güneş kremi. Ben kendi yerleştirelim. Neden? İkisi bir yerleştirelim. Tek şekilde bakıyorum. En güzel işte. Kapatıcı da ama bunu hemen üstüne istifade ediyorum. En iyisini ben de Ninja var yapacağım. şu an. Evet. Biz yaydık uzunluktakileri. Şimdi Maybelline'in qaş sabitləyicisiylə qaşlarımızı sabitləyəcəyik. Şimdi Flormar'ın belə balaca allıklar var. Bunlardan istifadə edəcəyik. Bol allık körlüğü yaşayacağım. Şimdi makyajda en sevdiğim kısma geldik. Maybelline'in kapatıcısıyla gözlərimizin aldık. Fərqə baxın. Yani məncə Oğlum burada üzüm şeydi. Nariz bu. Güncel durum. başım yuxarı qaldı. Neyse dostlar, ben getdim bəndə makyaj eləsin. Səfərimizsə bura gəlməmişdən 3 gün falan əvvəl tədbirə getmişdim. Tədbirdə ürəyim getdi. Ondan sonra demək olar bir həftə keçib də üstündən 2 gündən bir belə ilk vaxtlar vəbşə hər gün başladı burnum qalmağa. Necə qanıyıb amma sən dayanmışam da, yəni gün yoxdur bir şey. Mən də deyir ki, gün vurdu. Deyirəm, mən də günü harada gördüm. Səhər durandan evin içində idim. Biz makyaj elədik, başqa şey götürdük, gəldi. Görürəm ki, nəsə gəldi, o axıntını istəyirsən ama. Görürüm, anlıq qırmızıdan göz-gözə yardım gözlə. İndi mən də gözlə həll eləyim. Çox birdən-birə heç olmadan başlayır qanamağa. İnşallah ki, Azərbaycan gedib sağ çıxarım. Mən də deyir ki, Azərbaycana gedəndə həkimə gedirəm. Mən də hələ 2 ay var da bir şey gedinəm. Post sağlamlıq sığortam bilməm burada ki, yoxlaya bilərəm mi, bilmərəm mi? Nəysə. İnşallah ki, sağ salamat ceb Türkiyədən Azərbaycana çıxıb çıxacaq. Bu qədər. İndi biraz özünə gəlsin, mən də çox həyəcanlandım. Mən eğer mənə problemi olan mən də həyəcanlandım. Nəsə olacaq, bir də gəl tez uzan falan. Heç nə, biraz özümüzə gələk. Mən də biraz həyəcanım atlatsın. Mən də sanki ölmüşəm də, elə bir tepki verdi ki, yəni ölürəm də elə bir. Neysə, sonra gəl makyajımıza davam edib çıxaq. Mənim olaylar artınamı, çünki alışdım, bir həftədir deyə tez-tez qanırdı, alışdım. 100% nəsə problem var, amma görək nə çıxacaq da yəni. Dostlar, biz çıxdıq. Hara gedirik haqqımızda? Hara getdiyimiz haqqında heç bir fikrim yoxdur. Mən şeyləri götürəcəm. Hə, indi sən nədir məsələn? Biz saat 2-nin yarısı hazırlaşmağa başladıq. Saat neçədir? Saat 2'də evdən çıxacaq dedik. Saat 3'ə qalıb 20 dəqiqə. Onun 15 dəqiqəsini mənim burnuma çıxsaq, qalanı əla mən hazırlaşmışam. Mən də. Bence güzeliz. Makyajım zor olub. Postacı özümün makyajda o kadar görmemişim ki. Bir garip geliyor. Neyse gidebiliriz. Bye bye. Bugün kavramı değiştim. Ancak en şeyi görmeyin diye. Ben siz şəkil çəkir. Neyse. Bye bye. Metroya mindik. Metroya sonunda ama belə bir
yoxdur da, yəni həqiqətən ürəyim Böyle bir sıcak yok diyeceğiydi de son dakikasını tormuzladı söyledim. Azərbaycan var. Yine harc ettiğimiz danıştım, ben bilmiyorum harc ettim. İndi Bursa'nın tam mərkəzinə gedirik. Çarşı deyirlər burada ora, şəhər üstündə. AVM də var. Böyük ehtimal birinci AVM-yə gedərik çünki çox istidir. Həm azarıq deyə düşünürəm, getdiyimiz yemək yeyərik deyə düşünürəm. Azarıq eşitdim, elə bir də bitmək lazım. Heç elə deyil burada. Neyse. Elə plan qurmuşam kafamda, indi bilmirəm, gedək. Gedək bir də AVM gəzək, ondan sonra çıxarıq çarşıya gedərik. Çarşıda belə biraz ucuz bir şeylər olur. Kıyafet? Kıyafet falan, yəni hər şey olur əslində. Belə, yəni şimdilik belədir. Axşamda konsertə gedərik bəlkə. Derya Ulu'nun konseri var, oraya gezeceğiz. Bir de mesela Türkçe danışıyorum. Daha doğrusu neyəcəm, nədən dostlar yəni falan Azərbaycan danışıb qətiyyən məni anlamırlar. Və elə olur ki, Yazmışlar. Nidadan soruşdum, deyir ki, sözləri başa düşürəm, amma cümləni ümumi anlamıram. Ona görə seyirmədiyim danışan çalışdım, ya da Türkçe söyləməyə çalışıram ki, dilim öyrəşsin. Mesela onun yanında anlıq nəsə ağlıma gəlir, söhbət danışmaya çalışıram. Türkçe çevirəmirəm qətiyyən. Və mesela qısa cümlələri... Gelecek istasyon Batıkent 19 Mayıs. Next Mesela station Batıkent Ha bizde de böyle 19 next Mayıs. station, neftçiler. Uzun cümle kura bilmirəm, hikayə danışa bilmirəm də, sadəcə qısa konkret sözlər deyə bilirəm Türkçe. Bu cür bazarlıq qədər dinlədim bəndən evdə Türkçe danışıram ki, dilim öyrəşsin də. Çünki 2 ay olsun mən burada heç cür normal ülkət quramayacağım. Söhbətdən nəfis bir şey deyəcəm. Yol 45 dəqiqə falan Batıkent sürür. 19 Mayıs. Və burada metrolar geri üstüdür. Hə. Yəni geri üstüdür. Sadəcə arada şeydən keçirsən, körpüdən falan keçirik, onlar bir dənə qaranlıq. Yəni öyle anladım ben. Başka söyleyecek bir söylemeyle Şu an bu olduğum kadar. şey Oraya yok. gidelim yine konuşuruz. Tamam. İki deli bir araya gelmemeliydi. TikTok'a bakıp geçireyim. Bir de beliyle diyor. Geçmişim. Of, bizim TikTok bağımlılığının geldiği nokta. Nesresi nasıl geçmiş? Oradan gidiyoruz. Bildiğimiz zarafat geçmişiydi. Ama TikTok kapat. Telefonu bakardı. Neyse, oldu bitti. Olsun, bir şey olmaz. Bir duraktı zaten. Hemen gələcək metromun necə gedəcək. Aslında buradan da gedilir. Yəni normalde biz dediyimə şəhərin mərkəzinə gəlirik. Şehrek üstündən gəlirik. Burada şehrek üstüdür. Amma indi istidir deyə dedim gəzməyə. Birinci AVM-yə gedək. AVM-də bir durak öncəsidir. Buradan gəzə-gəzə də gedə bilər. Yəni 5-10 dəqiqə orada olaraq. Amma istidir. Belə. Yoruldum mən niyə bilmirəm. Danışmaqdan. Gönül bir dənə sinif yoldaşım var. TikTok, Instagramda vlogu görüb linkin baxıb falan yazıb mənim WhatsAppda ki, özü 100 minlik takipçisi varmış kim falan aparsın. O sırada mənim sumkamın dolulub, tripod, neydi bunun adı? Mikrofon. Bu da qaranlıq axşam birdən eləməkdir, işığı. Yəni özümü elə aparmıram. Özümü yəni o kafaya salmışam konkret olaraq sanki elədir yəni. Belə. Çünki bir işi en doğru şekilde yapmak gerek. Neyse çok artistliği elədim. Cem mikrofon yoxlayım, Cem işləyir. Bakın şöyle bir şey. Ses şəhər indi burada. Məncə hə. Deneme 1-2 deneme. Deneme. Deneme ve 2. Bunu her yere yapıştırıp konuşuyorlar ya. Öyle yapacağım ben. Şimdi bunu Medine'ye vereceğim. Medine koşarak gidip diğer taraftan konuşsak biz duyacağız. Al bakalım. Bəli. Nəzin eşitməsin. Mən onu heç sevmirəm. Şaka yapıyorum arkadaşlar. Seviyorum. Allah düştü. Yani inşallah sesim çıkmıştır. Ne danıştığımı eşitmedi ama. Duydunuz mu lan? Acaba duydunuz mu? Şimdi yok. Bakalım. Bilmeden, kimse duymadan. Ama bununla konuşunca bu mutlaka böyle olmalı. Böyle ses gelmiyor. Şimdi doğru metrobüse bindik. Metro mu? Metrobüs mü? Metro. Metroya bindik. Şimdi Zaten bir durak gideceğiz. Hemen ineceğiz. bir tanesini geri kaydır. Biz harda düştük? Çeyrek üstüne düştük ama Osman Gazi'de düşmeliydik. Tamam. Aklımda tutmam gerek bunların hepsini. Metroya bindik. Girdim Bursa metrosunun xəritəsinə baxdım. Bakıdakı kimi nisbətən anlaşılır. Amma İstanbul'a girdim. Elə bir şey hörümçək ağıtda, yəni heç nə başa
şəkildə belə itirsən İstanbulda həqiqətən yəni o qədər böyük ki. Ben nasıl anlayacağım orayı çok merak ediyorum. Azərbaycandan belə böyükdür də İstanbul. Oğlum Bursa bile Azerbaycan'da böyle yani. Şimdi İniyoruz arkadaşlar. ikinciyi Medine'ye verdim. Konuşuyor o da oradan. Evet Çünkü konuşuyoruz. İniyoruz hatta. İnelim öyle konuşalım. Aynen. Bir tanesiyle çünkü böyle yapınca olmuyor. Böyle havalı gözüküyoruz şu an. Wow. Çok havalıyız. Havalı. Şey, Acıktım. aynen. Ne yiyeceğiz? Bilmiyorum. Gidelim bakalım. Tamam. Papayas yedin mi? Evet. Azerbaycan geldi o. Nasıl yani? Hiç Neyse. farklı bir şey değil. McDonald's neyse o da o. Yani Hiç farklı değil hem de. bu arada farklı. Değil. Bayağı farklı burada. Neyse. Neyse. Halledeceğiz biz. Farklı bir şey. Ben Azerbaycan'da olmayan bir şey istiyorum burada yemek. Tamam yiyeceğiz. Mikrofonu özüne Ay peşime yiyeceğiz koy. pardon. Hadi Neyse. iniyoruz yine kaçırmayalım. Tamam. Oğlum dur. Dostlar, bura haradaymadı? Osman Gazi. Osman Gazi Caddesi. Şimdi Kent meydanı diyorlar buraya. Osman Gazi Kent Meydanı'ymış. Öyle bir yer. Tamam, bu AVM'ye gireceğiz şimdi. Yemek yemeye. İsterseniz bir şeyler. AVM'ye giriyoruz. Şimdi Medine Hanım, bizi nereye götürüyorsunuz? Çok mu açsın? Evet, çok açım. Tamam o zaman ilk bir yemek... Of dur elime olacağım. İlk bir yemek yiyelim en iyisi. Evet. Ondan sonra gratis falan gezeriz. Göster gratis'i. Makyaj malzemeleri falan. Birkaç alınacak bir şeyim var. Ben onları alırım. Sen de öyle bakarsın belki almak istediğin Bana da şey makyaj vardır. malzemesi alalım çünkü Tamam. öğrenmem gerek. Tamam alırız. Yani çünkü yapmadığım için hiçbir şey de getirmedim. Ben arkadaşlarımın hepsine makyaja başlatıyorum bu arada. Hiç iyi bir şey değil bu arada. Yani Yakın tut. evet. Alışamadım daha mikrofona. Alışacaksın zamanla, Öyle, merak şu an etme. yemek yerine doğru çıkıyoruz ikinci kata. Evet. Böyle. Bye. Ne yiyeceğiz bakalım. Tavuk pilav dedim de sen dün dedin burada yok. Tavuk pilav yok aynen. Neyse buluruz artık bir şeyler. Buluruz. Medine küçük kaldı şu anda. Evet. Neyse. Arkadaşlar kumpir yemeye karar verdim çünkü neden olmasın kumpir? Ben kumpir yemeyebilirim. Ama sen İyi ye. kumpir ne tam olarak? Ya patatesin içine seçtiğim malzemeleri koyuyorlar işte. Şöyle bak mesela patates, işte kaşar falan karıştırıyorlar. zeytin Oğlum falan. istemiyorum onu ne? O bizde yarmarka olarak yeni yarmarkası onda satırlar. Yani bir defa orada yemişim tatlı değil. Ben el bildim sizde daha farklı bir Pizza şeydi. yiyebiliriz. Burger yiyebiliriz. Düşünelim bir gezelim tam. Gel. Nereye geleyim? Dönerci, Ya ben- McDonald's. Ben papaz yiyebilirim bu arada. Papayas yiyeceksin. Aynen. Aa, Ya ben papaz ya abi papaz candır falan yani. tamam Bence gidelim. Türkiye'de farklı bu arada. Azerbaycan'da farklı olduğunu düşünüyorum. Yemedim ama. Tamam o zaman. Chipotle sosları var. Denedin mi hiç? Ne? Chipotle sos. O ne lan? Papaz özel. Denemiş Abi olabilirim aşırı de. güzel bak aşırı güzel. Yavaş. Denemiş olabilirim de hatırlamıyorum. Neyse o zaman papayas vuracağız. Tamam. Başka seçim yok. Medine Hanım bizi yine şımartıyor. Yine şımartıyor bizleri. Dostlar, tadım videosu eləyəcəyim. Görək bu məddə deyən kimi fərqlidir Azərbaycandan. Heç bir fərqi yoxdur, yəni eynidir. Tadım videosu buraya qədər çünki Azərbaycandan eyni tadı. Tek fərq çikolata deyən sos var. Təkcə fərqi odur. Qalan hamısı bütün soslar eynidir. Yəni bu çikolata bizdə yoxdur və dadlıdır bu arada qəşəngdir. Yemeğimizi yedi, indi düşürük bayaqçı gratisə. Axşam bakım falan eləyəcək, ona görə maska, Falan aldım yani. maska Biraz falan alacaq. Maska falan. Şimdi defaktoya gireceğiz. Çünkü niye? Pul xərcləməliyik. Defaktoya falan baxdı. Bundan qabaq da bir şeylər düşünəcəkmişdik. Burası bilsiz məsələ nədir? Buradakilərin mədəni çərçivəsi mənim üçün uymur. Yəni koftaya əl atıram, yarısı yoxdur da, yəni şortika əl atıram, yarısı yoxdur. Yani yok, şort gibi bir bacağı falan yok. Aynen yani real. Sadece bel kısmı var sanki. Neyse o yüzden şimdi gratis'e girəcəyik. Dildən dilə şəbab da. Gratis'e girəcəyik. Oradan Sonra şehrek üstünden ceza istedi ama olsun. Ceza böyle yukarı çıkmak lazım. Yukarı çıkanda orada çok magazin var.
Onlara baxarıq. Oralar Belki orada nisbətən- çox şey tapa bilərik deyə düşünürəm. Çünki Düşünmək ora istəyirəm. Mədinənin dediyinə görə mollar daha belə şey idilər, inkişaf etmişdilər. Amma bizim indi gedəcəyimiz nisbətən ülkə İnkişafdan qalmış. Aynen. Neyse, zarafat edirik təbii ki də. Heç kimi yargılamırıq. İndi bir dənə maska falan burada gratisdən alaq, gedirik. Kim maskası eləyəcək zaten. Qara nöqtəyə kilitlidir. Bunlardan ala bilərik. Gözləyək Mədo nə seçir. Mən normalda bunlardan istifadə edirəm. Mədo keçən il yayda gələndə mənə bundan almışdı. Mən bu maskanı hələ də vurmamışam da, yəni evdə qalıb o Evdə dərəcə. bundan var, bundan eləyəcək. Tamam. Nə yoxsa ondan bir dənə alaq da elə bir. Bir də bundan alıram. Ya bu ikisindən birini ala bilərik. Evdə yoxsa yoxdur, hansı var? Evdə bunlardan yox. Tamam, neyse biz seçək, sizə Bu göstərək. var da. Dostlar, biz alacaqlarımızı aldıq. Bir dənə indi ödəyə göstərəcəyik. Mən sizinlə qəlbimə gəldi. Marketin, yəni molun içində salon var, dırnaq, saç falan filan. Və gratisin içindədir də bu. Oran məhsullarla eləyirlər falan. Çox qəribə gəldi. Mən deyim elə, niyə belə bu içindədir, ayrıca deyil falan. Bir buranın məhsullarını istifadə eləyirlər ona görə. Nə maraqlıdır. Qəşəng ideyadır, xoşum gəldi. Çıxdıq AVM-dən indi bayaq Mədinənin dediyi o mahallə çarşısına gidiyoruz. Dostlar, bizim işimiz qutardı. Alacaqlarımızı aldıq. Bir də Mədo 2 dənə kofta aldım, mən bir dənə şortik aldım. Başqa bir şey Yorulduq sizdən. Aynen. Başqa heç nə bəyənmədik. İndi də metroya gedib konsert olacaq zonaya, əraziyə gedəcəyik və sudan ötürü ölürəm. Dən market Mən saldırmayacağım bunu. Dən market tapım, su alım. Çünki başım əylənir. Birazdan yoxsa qan gələcək, yenə hiss edirəm. Nəysə. Qancacəsə yaxşı sual. Heç də bu qədər, indi metroya gedirik. Sizi vlogda da mikrofon taxmamışam deyə nəzid anladım. Bizim mikrofonu hər dəqiqə tutmaq falan biraz yorucudur. Həm də eyni anda falan danışdığımız olur, ikimiz də tuta bilmirik. Onu yavaş-yavaş alışıncaya kadar yarı mikrofon, yarı belə olacaq. Həll eləyəcək dostlar. Yavaş-yavaş öyrənəcək. Mikrofonu təzə almışam, hiss olunur. Şu an metroya indik. Üniversite geliyor, metromuz geliyor ben. Üniversite metrosuna bineceğiz. FSM'ye gideceğiz. Yani Fatih Sultan Mehmet'e gideceğiz. Orada bir kafede otururuz. Sıcak çünkü. Başka bir yerde beklemeyelim. Sonra arkadaşımız gelecek. Biraz orada oturur kahve içeriz, sohbet ederiz. Ondan sonra da zaten şeye geçeriz. Konser alanı. Evet, konsere gideceğiz. Konser Bizim metro daha geldi. 9'da, biz çabuk gidiyoruz, o yüzden kafede oturacağız. Neyse metroya binelim. Evet arkadaşlar. Elinde mikrofon var. Mənə də alışabilməm sanma. Bu arada həqiqətən istiləndi bu arada. Ölürəm. Mən ona görə beynimi kullana bilmirəm. Kafede oturmuşuq, ona rağmen yəni istidir də. Konserlər yanır amma. Konserlər yanır, aysan. Ya da biz çöldən gəlmişik, çox istidir deyə çöl. Hələ də içərinin sərinliyinə alışamamışıq. Birazdan daha normal gəlməyə başlayacaq. Neysə, gəldik oturduk. Tam dənizli havadır. Real vardı. Gəldik oturduk, konserlərimizi dedik. Mən Ayşlat dedim. Sən Buzlu ballı bir şeyler de dedi de o. Sən nə Anlamadım. Ben kapuçino. Evet, şimdi hazır olsun içəcək. Biraz bəlkə ondan sərinləyək. Bir saat, bəsdir mən. Bir saat falan Nida gələcək, dünənki qız. Yarım saata gələr. Yarım saata. Sonra saat 7-yə qalıb 20 dəqiqə. 7-yə falan o gəlsə, biraz onunla otursaq, saat 8-ə falan konsert olan əraziyə keçəcək ki, ən axırda qalmayaq. Sonra da konsert zamanı. Ay, Cem kofeni götürürüm. Tamamdır. Bununla gedim. Arkadaşlar bir yerde Jedi. İnşallah hazırdır. Nasıl ben mi? Madinə. Tamam o sende. İçinə də mən nə yazıb? Benim adım burada. Ben sipariş verdim. Telefondan sipariş vermiştik bura gelmeden qabaq. Bir dənə xahiş etsin göstərişələr. Bir dənə bekleyin arkadaşlar, geliyoruz. Onu ben sana sertifikayla nəzin yazdıracağım ona. Sen şaşı çək. Neyse arkadaşlar, biz gidelim. Ya normalde ad yazmır yani burada ama ben telefonla sipariş vermişim diye karışmasın diye
şu an adı çıxır. Mən də ismimi istiyordum. Mən bir an Mədnəni gördüm, şey deyirəm ki, Nazlım yazdı, Nəzrim yazdı, söndürdüm ki, Mədnə yazdı. Zor da oldum yani. Hiç işlemedi ne var burada. Neyse tadına bakalım da. Testi. Sıcaktan bayılacağım. İşte Mədnə yazdı, söyleyebilirsen az sen. Təmir bazlı. Güzel lan. Çok zordu. Banan da əladır. Oha iyisi geldi. İyisine bakın. Bakın, iyisine bakın. Mal mısın sen? Oğlum bayıldım lan. Geçeymiş bu arada. Hakikaten geçenciymiş. Banan da Ben normalde bananlı süt falan asla içebilmem ama kofesi geçenciymiş. Senkine yok ya? Benim çağcıydı bu arada. Normalde değil kofesi. Olsun. Ben adı seviyorum. Bundan sonra bu geçeceğimiz bu arada. Keşke bunu istediğim Biz bunu ilk dəfə şeylə Zəhra ilə kafeye gitmişdik, onda Amerikana demişdik. Bunun daha da acı Aynen versiyası. Amerikan'dan çünkü sütsüz olur. Daha az olur. Bunun daha da qara versiyasıydı. Yəni lap da acı vurmuşdu. Özü buzdan. İçeri bir düşün 2 dənə almışıq. İkimiz də bir qurtumda da içə bilməmişdik. Elə də qaldı Amerikanalar çıxdı. Zəhra ilə bir də kafe içməyə getməmişik ondan sonra. Neyse. Gedək çay qeybətimizi eləyək. Əraziyə keçəndə ya da Nida gələndə sizin yeri güncəlləyərik. Bay bay. Bir sizin o video çəkəcəydim. Sonra mikrofonu yere koyup başladım danışma. Nazın da arkada oturup değişik mikrofondan niye danışmışsam. Ben alışabilmedim bu mikrofona hakikaten. Neyse. Gratis'ten alışveriş eləmişik. Gratis Türkiye'nin makyaj malzeme satan yeridir. Yani başka Azerbaycan'da olur ya makyaj şeyler satan ne bileyim Karvandı falan filan oralarda satılır. Bizde asla hele bir yer yoktu yani. Ancak gratisdi. Ne bileyim hele yerlerdi. Sadece gratis falan var. Deməli, özümüzə aldıqlarımızı göstərirəm. Hə, indi başlayırıq. Mən özümə Sinozun belə bir üz təmizləmə jeli aldım. Üz təmizləmə jelim qurtarmışdı. Və dedim ki, böyük alım, endirimdəydi onsuz da. Neçə TL'yə aldım? 230 TL'yə falan almış ola bilərəm. 400 millidir, bayağı gedir bu arada məndə. Qurtarmış da artıq sabunla yuyurdum üzümü həqiqətən. Bir də Nəzrin də özünü aldım, mən də özümü aldım. Sinozun yenə günəş kremini aldıq. Bunu indi dənəyəcəyik sizdən bir yerdən. Atacağım birazdan. Başqa bir də belə bir üz maskası aldıq. Axşam Nəzrinlə eləyəcəyik. Onu da böyük ehtimal çəkərik sizə. 2 dənə aldıq. Bayağı bakım videosu çəkəcəyik axşam sizə. Gözləmədə qalın. Mən mikrofon tuta bilmədiyimə görə Nəzrin tutur. Sinozun bu günəş kremini atacağım indi. Atım sizdən bir yerdə. Ha, bir tane de şey varmış burada. Ne de tıkıray dostlar. Benim cahilliğim. Hiç başa düşmedim. Buna bakın. Yəqin belə olur bu, bilmirəm. Neyse. Bayağı geçeydi bu arada. Mən yağlı olanları sevmirəm. Bu su kimidir belə. Geçer. İyisi biraz ot kimi yani ot iyisi gelir. Ama geçeydi. Wow falan yani bayıldım. Sabah bundan makyaj eləyəcəyik. Bu kadar iyiydi. Şimdi biz oturmuşuq. Nida'nın gəlməsini gözləyirik. Gəlsin sonra konsere gidəcəyik. Çəkərik sizə zaten. Bye. Evet, biz saat 9'a işləyib. Kızlar geldi. Şöyle. Orta video çəkiliyor qabaqdan get. Orta video çəkiliyor, onlar türkçədə danışır. Biz Azərbaycanda onu getiririk ki, siz öndən gidin, biz anlatalım, geliyoruz. Neyse, şimdi Gedirik konser alanına doğru. 5-10 dakika orada olaq. Orada da size çəkərik zaten. Konser 9'a başlayır. Çox gecikəcəyini düşünmürəm. 10 dəqiqə falan gec çıxırlar. Kesinlikle öyle olmuşdu. Bu gün necə olar bilmirəm. Maraqlı keçəcəyini düşünürəm. İnşallah bildiklərimiz birinci oxuyar da onlardan video çəkib çıxarıq ya. O kafadayım şu anda. Yani böyle. Başka da bence planımız yok şimdilik. Neyse. Bu neyse çok demeye başladım. Neyse. Gıcık olmaya başladım özüme. Şöyle biz geldik kızların yanına. Güncelleyeriz. Bay bay. Bye. Dostlar bu arada bir söz diyeyim. Anamla da atamdan çok nənəm zəng eləyir. Bak dünən də yığıb, dünən öz 2 dəfə yığıb. İndi bayağı da kafede oturanda yığdı falan. Yani neyse fikir bildirmək istəmirəm bu barədə.
Biz yorulduk bir tık. Hamı çökmüşük yere yani. Gözlüyoruz konsert başlasın elə durup video çəkək. Beni ömründe durma bir dakika. Gel ilaç gibi derdimi ayran. Hadi hadi hadi. Hele sıkı dur hele sabret. Başını eğme dik tut. Bu bir rüyaydı kalbim. Hadi yüreğime gayret. Her ayrılık bir vurgun değmeyin yaşlarıma. Benden selam söyleyin bütün aşklarıma. Asla deme asla. Dönmem dönmem. Öyle bir kader ki bu. Öyle bir ceza bana. Bir kere vursam da. Ölmem ölmem. Son bir söz varsa. Hayatın kollarına. Asla deme asla. Dönmem dönmem. Dostlar, bitti konsert çıktı. Çöktüm kaldırıma. Oturdum biraz istirahat edeyim çünkü orada ayak üstü yanmışdık. Öğrenmeye ayağımın ağrısından. Danışa bilmirəm. Azərbaycanca yadımdan çıxıb yorğunluqdan. Mədinə qarovul tutur çəkir başımda. Elə bir şey neyniyəm? Qaçacam elə. Doğrudan mənim telefonumda tuş nömrəsi yoxdur deyə internetdə ala bilmirəm. Zəng də eləsən gəlmir də yəni. Ona görə içsəm, itəcəm. Yəni heç kim məni tapa bilməyəcək. Bayaqları konsert alanında anlıq ayağıma daşıyırdı deyəsən nəsə belə bir şey gözlədim. Mədinə tez dönüb baxıyor, mən axtarır ki, nəredesin, nəredesin? Biz konsertdən çıxdıq. Hər şey əla. İndi biraz fırlanacaq, kafe Sonra falan yəqin evə. oturarıq. Sonra evə Yaxşı keçəcək. keçdi, məndə çox pis deyildi. Aynen. I like da yaddaşım da olmasa hər şey daha zor ola bilərdi. Yarı yerdə yaddaşım doldu. Videoların çoxunu çəkə bilmədim.